insan dünyasının dəyişməsi ilə yox olmur. Bu səbəbdən bir insan bu dünyadan axirət aləminə köç etdisə, ona edilən dualar bütün müsəlmanlar tərəfindən qəbul olunmuş bir məsələdir ki, bir insan dünyasını dəyişəndən sonra ona nə edirik? Dua edirik. Çünki onun ən çox ehtiyacı olan bizim duamızdır. Bu, Peyğəmbər sallallahu zamanından bugünkü günümüzə qədər dünyasını dəyişən şəxslərə dua edilib. Hətta buna biz baxsaq, görürük ki, dünyasını dəyişən şəxsə fayda verməsə, Peyğəmbər bu işi əmr etməz, bu işi görməz. Peyğəmbərimiz aləmlərə rəhmət olaraq göndərilən bir Peyğəmbər əbəs yerə heç bir iş görməz. Biz bunu bilirik ki, Peyğəmbər dahi bir şəxsiyyət, Allahın elçisi, hər sözü qızıldan dəyərli olan Həzrət Peyğəmbərimiz, onun hər bir addımı bizim üçün örnək və nümunə olan Peyğəmbərimiz, hər bir kəlamı bizim üçün örnək və bizə həyat dərsi olan Peyğəmbərimizin etdiyi əməllər, dediyi sözlər bizim üçün bir dərsdir. Peyğəmbərin sözü də müzakirə olunmaz. Peyğəmbər sallallahu dünyadan köçənlər üçün, şəhidlər üçün dualar edərdi. Onlar üçün Fatihə surəsi oxuyardı, onlar üçün Allahdan rəhmət diləyərdi. Və bu da onu göstərir ki, dünyasını dəyişən şəxs bizim dualarımızdan faydalanır. Əgər bizim dualarımızdan faydalanmasa, bizim duaların ona xeyri, faydası olmazsa, Peyğəmbər bunu işi görməzdi və biz də Peyğəmbərdən görüb götürməzdik. Peyğəmbər yəni əbəs yerə bir iş görməz. Keçi bir insan dünyasını dəyişən zaman ona cənazə namazı qılınır. Bu bütün məzhəblərin yeşdilliklə qəbul etdiyi bir məsələdir. İnsan dünyasını dəyişəndən sonra ona cənazə namazı qılınır. Cənazə namazı da duadan ibarətdir. Allahdan dünyasını dəyişən şəxsə rəhmət və məğfirət diləyirik. Yəni, əgər dünyasını dəyişən şəxsə bizim faydamız dəymirsə, heç bir ona təsir göstərə bilmiriksə, onun günahlarının əfv olunmasına bir təsiri yoxdursa və yaxud da savabının artması, əməl dəftərində savabının artımına bir kömək etmirsə, dünyasını dəyişən şəxsə cənazə namazı qılmaq mənasız, bihudə bir iş olar. Bu da İslama yaraşmayan bir, bu cür məntiqlə əhatə olunmuş, bu cür məntiqə əsaslanan dinimiz üçün bihudə bir iş, əbəs yerə görülən bir iş sayılar. Bu da dinimizdən çox-çox uzaqdır. Çünki bu dinin əsas mənbəyi Qur'an-ı Kərimdir, Allaha söykənir, Həzrət Rasulullahdır. O da Qur'an-ı Kərimə əsaslanır və Peyğəmbər sallallahu əhli beytidir ki, Peyğəmbər və Qur'an-ı Kərimə əsaslanaraq hər bir addım atmışlar.